Turizm ilində daha bir muzey istifadəyə verilib. Ağsuda arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim şəhərciyin yerində orta əsr Ağsu şəhəri sənətkarlıq məhəlləsi sərgi kompleksi inşa edilib, özü də açıq havada. Yerin dərinliklərindən çıxarılan tarix canlandırılaraq muzey halına gətirilib. Ötən il Ağsuda 600 kvadrat metrlik sahədə başlanılan qazıntı işlərinin nəticəsi olaraq arxeologlar orta əsr şəhərini aşkarlayıblar. İndi isə ərazidə açıq muzey yaradılıb. Orta əsr Ağsu şəhəri sənətkarlıq məhəlləsi sərgi kompleksinin açılış mərasimində Ağsulu ziyalılar, elm və sənət adamları iştirak ediblər. Orta əsr şəhər yeri doğrudan da bizim Azərbaycanda ən maraqlı arxeoloji qazıntıların aparıldığı yerlərdəndir. Muzey ilə tanış olan qonaqlar eksponatları maraqlı izləyiblər. Muzeyin ən böyük xüsusiyyəti qazıntıların aparıldığı yerdə inşa olunmasıdır. Burada biz Azərbaycanın tarixi ilə görüşürük. Bu sadəcə olaraq 18-ci əsr məsələsi deyil, bizim Azərbaycan ərazisinin hər qarışı tarixdir. Və çox təəssüf ki, biz bu xəzinənin üzərində, tarix xəzinəsinin üzərində oturmuşuq, amma bu tarixi lazımca tədqiq eləməmişik. Muzey orta əsr məhəllə həyatını özündə əks etdirir. Qazıntı materiallarla ilk tanışlıq onu göstərir ki, buradakı tikinti materialları, ondan sonra tikinti texnikası, aşkar olunan maddi mədəniyyət nümunələri buranın çox qədim yaşayış məskəni olduğunu sübut edir. Bu muzey turizm ilində ölkəyə gələn turistlərin marağına da səbəb olacaq. Orta əsrləri özündə ehtiva edən Ağsu şəhəri turistlərin cəlb olunması nöqteyi nəzərindən hesab edirəm ki, unikal bir abidədir. Abidələrin qədimliyi, tarixiliyi, məskunlaşma dərəcəsi, bizim burada gördüyümüz pul sikkələri. Bir-birindən maraqlı xəbərlərimizi bu